Təqdimatda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək Hüseyn Fərəcioğlu'nun həyatının yaradıcılığının əsas cəhətlərindən söz açıb, onun səmimi insan, sözünün dəyərini bilən, özünə xas yaradıcılıq üslubu ilə seçilən bir şair kimi xarakterizə edib. Asim Əliyev Hüseyn Fərəcioğlu irsinin ailə üzvləri tərəfindən qorunub saxlanıldığını, bugün həmin əsərlərin nəvəsi, tarixi elmlər doktoru, professor Sevinç Abbasova tərəfindən xatirələr, sənət qartalı, təmsillər, uşaq şeirləri adı ilə çap olunduğunu bildirib. Digər çıxış edənlər bildiriblər ki, Naxçıvan ədəbi mühitində ideya, problem baxımından rəngarəngliyi ilə diqqəti cəlb edən Hüseyn Fərəcioğlu yaradıcılığı ictimai, fəlsəfi məzmunla lirik və uşaq şeirlərinin, təmsillərin maraqlı, düşündürücü məzmununa görə seçilir. Qeyd olunub ki, vətənə, elə boya bağlılıq, yurt sevgisi Hüseyn Fərəcioğlu lirikasının aparıcı mövzusudur. Mənim İlhamım adlı şairin yaradıcılıq kredosu adlandırmaq mümkündür. Şairin ailəsi adından çıxış edən nəvəsi Vüqar Abbasov Hüseyn Fərəcioğlu irsinə göstərilən diqqətə görə minnətdarlıq edib. Şairin yaradıcılığının etibar etdiyi bəzi məsələlər, problemlərə yanaşma tərzi barədə danışmaq fikirlərindən statlar gətirib. Sonra Hüseyn Cavidin ev müzeyi ziyarət olunub. Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Oruç Mirzəyev, Cəmil Məhərrəmov, NTV Xəbər.